TikTok'da Allah yoxdur ləqəbli bir akaunt istifadəçisi var. Gündə o minlərcə insanları yığır da başına və başlayır belə ağıllı terminlərdən cəmaata başa salmaq ki, Allah yoxdur. Mən çox söz istəyirəm. Bugün bizi üçə dəvət edirlər. Allah rəhmət eləsin ölənizə. Biz getməliyik ora. Sonra bu insanın 40 olacaq. İllik dəfn eləyiblər. Məsciddən çıxıb cənazəsi. İndi öyle çıxır ki, bunların hamısı yalandır bunun fikrincə. Azərbaycanda təxminən 6 milyon insan Allaha dua edir. Çünkü o insanlardan Allah'a da alsalar, həyat insandan dünyaya gələn kimi yavaş-yavaş başlayır almaqdan nəysə. Vaxtını, can sağlığını, emosiyalarını və Allah'ı da alsalar bu insanlardan insanlar nə qalacaq? Başa düşürəm, bəzi insanlar var belədir, bəzi insanlar var belədir. Elə insan var ki, heç bax belədir. Amma özü bilər hər insan necə olmaq. Sən isə bu insanlara deyəndə ki, sən ağ deyilsən, sən qarasan, o deməkdir ki, sən bir cümləni elə insanlara çatdırırsan ki, onlar sağlar sollara qarşı ilk öncə müzakirə çıxmalıdırlar. Sonra isə bu müzakirələr nə ilə bitəcək bilinmir. Bilirsiniz də, bir cəmiyyətin içində böyük bir sual ortaya çıxanda belə böyük bir sual axırı pis ola bilər. Ona görə mən dəfələrcə demişəm, belə müzakirələr qəti qadağaya qoyulmalıdır. Nəyə görə? Çünki bu bir protestdir. Protestin də nəticəsi pis olur. Xalqı indi çıxıb qınalamaq ki, Allah yoxdur. Siz niyə məscidlərə gedirsiniz? Niyə məscidləri tikirsiniz? Bilirsiniz də, məscidləri tikirlər Azərbaycanımızda. Hər il, hər gün, hər həftə hardasa məscid tikilir. Şuşanın özündə, Qarabağın özündə neçə məscidlər tikirlər. Açılışında da prezident gedir. O deyir, və çıxır ki, prezident hara gedir? Evin, binanın açılışına. Məscid deyir, yoxdursa, məscid lazım deyilsə, nəyə açırlar, niyə tikirlər? Kim üçün? İnsanlar üçün. Yaxınlarda tədbir keçirdik biz Qarabağımızda 65 ölkədən 120 Azərbaycanlı gəlib. Mən onlara sual verdim. Hansı ölkəmizdə məscid var, əlinizi qaldıran? Bütün dünya ölkələrindəndirlər. Hamısı əlini qaldırdı. Elə çıxır ki, tək bizdə yox. Dünyanın 65 ölkəsində də hamısı çaşır. Tək məsciddən söhbət getmir. Hristiyanlıqdan söz gedir. Söz gedir Yudaizmdən, Budizmdən, necə milyard var Kitayda, Hindistanda. Elə çıxır ki, bunlar hamısı səhvdilər. Bilirsiniz, sizin fikriniz ola bilər, siz inana bilərsiniz, anlaya bilərsiniz. Amma çıxıb qəti formada sporları, müzakirələri ortaya atmaq deməklə ki, yoxdur. Siz böyük bir problemin bilirsiniz, ilk adımlarını başlayırsınız. 17-ci, 15-ci, 13-cü əsr olsa da təbii ki, sizi bir neçə məşhur insan var idi, onların axırı pis oldu. Və yaxud inkvizisiya vaxtları olsaydı, və yaxud peyğəmbərlərin vaxtları olsaydı, onların axırları pis oldu. Amma bugün biz 21-ci əsrdə yaşayırıq. Bəzi mövzulara aparmaq olar, söz demək olar, amma belə qəti formada yox. Sadəcə demək istədiyim buydu. Var olun.